Dostlar, hal-hazırda qarşımızda Canana xanımı salamlayırıq sizi. Mən də sizi salamlayıram. Maraqlıdır Canana. İlk olaraq sizdən soruşmaq istərdim. Müğənniliyə gəlişiniz necə baş verdi? Müğənniliyə gəlişim əsas Türkiyədə səhnə aldım. Orada məndən ifa istədilər. Mən də yandırdım kalbimi, o mahnını ifa etdim və oranın şairələri, bəstəkarları mənə müraciət elədi ki, bizim mahnılarımıza zəhmət olmasa bir mahnı bəstələtdir, oxu da, çox xoş olar və yenidən səni Türkiyədə görmək istəyirəm. Bu mənə elə bir ki, stimul verdi. Sonra həyat hekayəm oldu ki, çətin anlar yaşadım və pula ehtiyacım olduğuna görə aparıcı kimi bir restoranda çalışırdım. Gördüm ki, o qonorar məni qane etmir, yəni çatdıra bilmirəm və müğənniliyə başladım. Aha. Bəs bu ayrılıqdan sonra sənətdə başlamaq sizin üçün çətin olmadı ki? Çox çətindir. Bu, yəni yolları keçmək, çox çətin yolları keçmişəm. Tək qadın üçün, həm də ki, biraz da gözə gəlimli olanda çətin olur bu. Bəlkə də elə insanlar var ki, onun üçün asandır. Mənim həm tanınmış bir xanımın gəlini olduğuna Elə ona sual verəcəyim ki, qaynananız əməkdar artist Mətan İskəndərlinin dəstəyi sizin üçün nə qədər önəmli olub? Onun dəstəyi olub ki, Mətan xanım necə dəstəyi olub mənə, siz necə? Bir yandan onu gəlini olduğuma görə məni qəbul eləməyiblər. Yəni, o tərəfdən mənə şans verilməyibdir. Mətan xanımla çəkək, hətta elə bir restoranlar var ki, Mətan xanıma görə deyib ki, inciməyin də, bilsə ki, bizdə çalışırsınız, ifa edirsiniz, sonra söz-söhbət olar, ona görə dəvət etməyiblər məni. Bir dəfə səhnə almışam, ikinci dəfə orada səhnə almamışam. Bəs o qadağalar kim tərəfindən gəlib? Mətan xanımın özündən danışmışam, deyir ki, mən heç kimə, heç bir bu barədə heç bir söz də deməmişəm. Bilmirəm, insanlar özlərindən çıxardırlar. Hörmət qazanmaq istəyirlər, ancaq bilmirlər ki, hansı tərəfdən hörmət qazansınlar. Canana xanım, qızınıza qaynananızın adını verməyinizin səbəbi nə idi? Bu adın sizin üçün nə kimi ifadəsi var? Mətan xanım özü, bilirsiniz necə? Mən onun yanında böyüdüyümə görə onun hərəkətləri, etdiyi yardımlar, nə bilim, xalqın yanında olması, elin qızı olması mənə həmişə belə fəxr kimi görsənirdi. Dedim ki, hər adın daşıyıcısı ad önəm daşıyır da. Məsələn, o adın daşıyıcısı deməli bu xarakterdə olacaq da. Ona görə də istəyirdim ki, qızımı da adını Mətanət adlandırım. Qızım olanda, hətta onda Kərimə dedim ki, gəl adını Mətanət qoyaq. Baldızım eşitdi, ona o dedi ki, nəyə Mətanəti mən qoyacam da, anamın adını mən qoyacam. Demişdim, yox, mən istəyirəm və qoyduq. Aha, ailəniz, övladlarınızın sizin musiqi fəaliyyətinizə necə yanaşırlar? Çox normal. Çünki musiqi aləmində böyüyüblər, dünyaya gəliblər, nənələri oxuyandır. Gözlərini açandan, yəni ki, incəsənətin içərisində böyüyürlər. Yəni, onlar çox normal qarşılayırlar və mən ilk mahnını oxuyanda oğlum Tuncaya göndərirəm ki, bir dinlə gör necə alınıb. Səhvim olanda səhvlərimi deyir. Yəni ki, normal, xoşlarına gəlir. Mətanət, məsələn, xoşuna gəlir ki, hə, onun anası tanınmış simadır, nənəsi tanınmışdır. Uşaqlar üçün bu yaxşı nəticə verir. Oxuduğunuz mahnılarda daha çox hansı mövzulara üstünlük verirsiniz? Əsas şən. Yəni, mən sevgi ilə bağlı mahnılar mənə biraz yaddır. Sevgi, qısqanclıq məndə hisslər yoxdur. Ona görə oxuduğum mahnıları da elə seçirəm ki, şən mahnılar olsun. Yəni, həyat eşq dolu mahnılar olsun. Səhnədə Canana olaraq tanınmaqla ana Canana arasında hansı fərqlər var? Ana Canana başqadır da. Can, ana, yəni bilmirəm, övladım üçün yaşayan anayam və nə edirəmsə onlar üçün edirəm. İstəyirəm ki, onlar məni xoşbəxt görsünlər
Çünki övlad valideynini xoşbəxt görürsə, özü də xoşbəxt olur. Mən kədərli görəndə görürəm ki, qızım fikir eləyir. Ona görə mən güclü ayaqda qalmağa çalışıram ki, qazanım, o istəyən hər bir şey eləyim, gözəl görsənim və uşaq da rahat olsun. Aha. Bugünə qədər sizi ən çox təsirləndirən tamaşaçı reaksiyası nə olub? Təsirləndirən, yaxşı sualdır. Mən bir ana olaraq izləyici kütlələri, yəni ki, analar var ki, yəni onların baxışları, onların belə ürək ağrısı ilə mənə baxmaqları, o mənə çox təsir edir. Əslində istəməzdim elə bir şey olsun. Yəni istəyərdim ki, məni güclü görsünlər. Ancaq görürəm ki, onlar bilmirəm, bəlkə də düşünürlər ki, bu qız niyə belə oldu, bu belə olmamalıydı. Və onların gözlərindəki baxışlar məni təsirləndirir. Şou biznesdə dostluğa inanırsınızmı, yoxsa burada yalnız rəqabət var? Dostluq yoxdur qətiyyən. İnanmıram, rəqabətdir. Çünki şou biznes adı elə özündən bəllidir də, şou. Yəni ki, şou göstərirlər. Yalandan gəlib dostluq təklif eləyirlər, yanındayam deyirlər, arxanca işlər çevirirlər. Ətrafımda o qədər də elə insanlar, yəni ki, xanım müğənnilər belə var, çoxdur, həddindən artıq, kişiləri də var. Ona görə heç kimlə yaxınlıq eləmirəm. Hamısından salam aleykum, belə məsafəli. Çünki bir nəfər, yəni ki, yanımda var, o da Ofeliya Şabanovadır. Aha, yəni tez-tez görürük sizi bir yerdə. Bəli, onun Nə kimi dəstəyi var? Ümumiyyətlə duet təklifi gəlibmi? Gəlibdir. İnşallah Ofeliya xanımla yeni iş birliyimiz olacaq. Ofeliyanı çox istəyirəm. Dostluğunuz necə başladı? Dostluğumuz necə başladı? Elə bir məclisdə gördük bir-birimizi. Aha. O da siz özü ev xanımı olaraq, yəni həyat yoldaşı uşaqlarını düşünərək mənə bir ana kimi dəstək olmağa görə. O görürdü ki, deyir ki, qıraqdan hamı görürəm ki, səni əzməyə çalışır. Ancaq bil ki, mən sənin yanındayam. Qoymaram sənin haqqında kimsə nəsə desin. Və mən səni yol yoldaşı olaraq tanıdım. Kənardan başqa cür görsənirsən. Ancaq sənlə yol getdim bir uzaq yolda gördüm ki, sən necə qızsan da. Ona görə səninlə dostluq etməyə hə dedim. Aha. Sizcə yaxşı müğənni olmaq üçün əsas şərt nədir? Səs, xarizma yoxsa zəhmət? Yaxşı müğənni yoxsa tanınmış olmaq? Yaxşı müğənni, keyfiyyətli müğənni. Keyfiyyətli müğənni olmaq üçün o gərək çox işləyəsən üzərində. Həm xarizman da olmalıdır. Əgər dünya şöhrətli müğənni olmaq, o tərəflərə getmək istəyirsənsə, əlbəttə çox çalışmasın üzərində. Ancaq belə sıradan bir çoxdur bizdə, yəni səsləri möhtəşəm olan müğənnilərimiz var ki, ancaq çox sevilmirlər, tanınmırlar, başa düşürsüz? Onun üçün də məsələn mən üzərimdə işləsəm çox şey eləyə bilərəm. Biraz tənbəlliyim var. Yəni bunu danmıram. Çünki özüm üçün yaşayan insanam. Özümü çox əziyyətə verən deyiləm. Və bir də ki, prinsip söhbəti var da. Məqsəd qoyanda insan istər-istəməz ki, elə bir zaman gələ bilər ki, sadaladığım 3 statusun üçünü də canına nə zamansa daşıya bilər. Ola bilər. Yəni bunu onun üçün nə etməlidir? Onun üçün nə etməliyəm? Bax, müəllim tutub yanına getməliyəm. Bütün gün mahnıları dinləməliyəm. Tənbəlliyim var. Bir gün gedirəm, ikinci gün gedirəm. İntiqam Kərimov oradan deyir ki, gəlmirsən, yarımçıq qoyursan. Yəni ki, siz məndə bir dənə bu xasiyyət düzəlsə, çox yaxşı olar. Canan xanım, mahnı seçiminizdə daha çox kimlərin məsləhətinə qulaq asırsınız? Daxili hisslərimə. Özümə uyğun bir şey istəyirəm də. Kənar adamların sözünə buradan eşidirəm. Ancaq əməl etmirəm. Xasiyyətim o deyil. Dinləyirəm, ancaq öz bildiyimi edirəm. Səhnə geyimlərinə xüsusi diqqət yetirirsinizmi? Bu seçimlərdə kimlərlə çalışırsınız? Yeni bir professional, yəni ki, komanda ilə çalışmağa başladım. İlk klipim çəkilib. Artıq o klipdə görəcəklər ki, yəni ciddi məşğul olublar. Stilistim, vizajistim, hamısı seçilmədi. Yüksək səviyyəli insanlarla çalışıram ki, yüksək səviyyəli işlər, nəticələr əldə edim və göstərimdə insanlara. Tamaşaçılardan ən çox hansı sözləri eşidəndə Canan xanım sevinir? Sadəsən, o sözü.
Aha. Olduğun kimisən, yəni ki, egoist deyilsən. Sizin üçün daha önəmli olan nədir? Geniş kütlənin sevgisi yoxsa musiqi mütəxəssisinin rəyi? Məncə kütlənin sevgisi. Gənc müğənnilərə baxanda özünüzü onların arasında hansı mövqedə görürsünüz? Ümumiyyətlə özünüzü gənc müğənni kimi hesab edirsinizmi? Edirəm. Yeni çıxmalardan. Bugünkü gündə Canan xanımı efirlərə dəvət edəndə daha çox musiqiləri üçün, ifaları üçün dəvət edirlər, yoxsa qalmaqal? Yox, ifalarım üçün etmirlər, nə yalan deyim də. Əsas odur ki, həyatımla bağlı mövzularda, Aha. təcrübəmlə bağlı, ayrılmaqla bağlı, övladla bağlı. Çünki bu yolu keçmişəm və insanların gözü önündəyəm. Nəticəni artıq mən bilirəm, nələr oldu, nədir. O mövzularla bağlı dəvətlər alıram. Və deyirlər ki, safsan, təmizsən, nə var, gerçəkləri danışırsan da, rola girmirsən. Ona görə. Bəs nə yaxşı bugünkü gündə Canan xanım müğənni kimi fəaliyyət göstərir, amma musiqisinə önəm vermirlər. Sırf danışıq üçün, reytinq üçün, qalmaqal üçün dəvət edirlər, bunu qəbullanıb gedir. Hansısa bir qadağalar hal-hazırda Canan xanım özünə qoymayıb? Qadağalar qoymuşam. Artıq qalmaqallı mövzulara girməyəcəm. Ancaq sənətimdən, musiqilərindən, gördüyüm işlərdən danışacağam. Bugünkü gündə Canan xanımın bir mövqeyi olmalıdır da. Yaxın gələcəkdə özünü hansı pillədə görmək istəyir və bu pillə üçün hal-hazırda hansı addımlar atır? Üzərimdə işləyirəm və istəyirəm o hansı ki kommentariyalar yazırlar ki, ay bunun səsi yoxdur, bu yaraşmır səhnəyə. Və o insanlara sübut etmək istəyirəm ki, görəcəksiniz, gözləyin.